Rusiya Baş Prokurorluğu Sipine Resort tikinti şirkətinə qarşı 1 milyard rublun tutulması ilə bağlı iddia üzrə çıxarılmış qərarı Rusiya Ali Məhkəməsində mübahisələndirib. Nəzarət orqanı Tuapse rayonunda Sipine Resort kurortunun tikintisi zamanı iri miqyaslı ekoloji zərərin aşkar edildiyini bildirib. 2024-cü ilin sonunda ziyanın ödənilməsi ilə bağlı iddia təmin olunsa da, tikinti şirkəti bu qərarın ləğvinə və işin yenidən baxılmasına nail olub. Baş Prokurorluq isə bu qərarla razılaşmayıb. Lentaz Rusiya mediasına istinadla bildirir ki, 5 ulduzlu Sipine Resort kurortu layihəsi 2022-ci ildə Tuapse rayonu administrasiyasında razılaşdırılıb. Tikintiyə icazə Şahlar Novruzovun oğlu Sərxan Şahlaroğlu Novruzova verilib. Şahlar Novruzov Tuapse Dəniz Kommersiya Limanı yükaşırma kompleksinin sahibidir. Daha sonra tikinti icazəsi Sipine Resort EMEMCE-yə ötürülüb. 2020-ci ildə prokurorluq müəyyən edib ki, tikinti işləri zamanı su mühafizə zonasında torpaq qatı məhv edilib, yaranan tullantılar isə Qara dənizə atılıb. Dəniz akvatoriyasının çirklənməsindən dəymiş zərər 320 milyon rubl. Torpağın zədələnməsindən yaranan zərər isə 694 milyon rubl olaraq qiymətləndirilib. Prokurorluq məhkəməyə müraciət edib və 2024-cü ilin dekabrında iddia təmin olunub. Lakin 2025-ci ilin avqustunda 4-cü Kassasiya Məhkəməsi qərarı ləğv edərək işi yenidən baxılması üçün Tuapse rayon məhkəməsinə göndərib. Kassasiya instansiyası bunu Tuapse rayonu administrasiyasının prosesə iddiaçı qismində cəlb edilməməsi ilə əsaslandırıb. Azərbaycan əsilli Şahlar Novruzov prokurorluğun iştirakı ilə başqa bir məhkəmə işində də cavabdeh olub. Nəzarət orqanı ona məxsus aktivlərin, o cümlədən Tuapse Dəniz Kommersiya Limanı EMEMCE-nin Rusiya Federasiyasının xeyrinə müsadirə edilməsi üçün iddia qaldırıb. Bu ilin noyabrında Krasnodar diyarının arbitraj məhkəməsi əmlakın konfiskasiyası barədə qərar çıxarıb.